Müğənni Tacir Şahmalıoğlu sosial şəbəkələrdə onu geyiminə görə tənqid edənlərə cavab verib. Publikasiyya xəbər verir ki, sənətçi Instagram hesabında bunları yazıb. Stat. Son günlər bəzi sosial media hesablarında və internet informasiya resurslarında mənimlə bağlı yayılan paylaşımları izləyirəm. Təəssüf hissi ilə qeyd edirəm ki, bəzi şəxslər və media platformaları müəyyən görüntüləri qərəzli şəkildə təqdim edərək onları lağlağı və istehza mövzusuna çevirməyə, bundan diqqət cəlb etmək və öz maraqları naminə istifadə etməyə çalışırlar. Belə yanaşma nə peşə etikasına, nə də milli mənəvi dəyərlərimizə uyğun hesab oluna bilər. Şəxsin şərəf və layiqətinin alçaldılması, ictimai nüfuzunun hədəfə alınması və təhqiramiz məzmunun yayılması qəbul edilməzdir. Bu cür davranışlar cəmiyyətdə qarşılıqlı hörmət mühitinə zərbə vurur və yanlış ictimai rəy formalaşdırır. Bu səbəbdən şərəf və layiqətimə, eləcə də ictimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm. Əks təqdirdə qanunvericiliyin verdiyi hüquqlardan istifadə ediləcək və aidiyyəti şəxslər barəsində müvafiq hüquqi tədbirlərin görülməsi üçün rəsmi müraciətlər olunacaq. Azərbaycan musiqisinə və mədəniyyətinə həsr etdiyim uzun illərin fəaliyyəti, tamaşaçı sevgisi və sənət yolunda qazandığım hörmət isə bu cür qərəzli yanaşmalara verilən ən tutarlı cavabdır. Statın sonu.